Salam, videoya xoş gəldiniz. Ümid edirəm ki, yaxşısınız. Necəsiz? Həyat necə gedir? Özünüzü necə hiss edirsiniz? Həyatın içinə qarışanda çox vaxtı istəmədən ya da ki, artıq beynin öyrəşdiyi bir şey səbəbilə, bir avtomatikləşmə səbəbilə həqiqətən də robot kimi yaşayırıq. Və avtomatik həyata keçid edirik. Bu avtomatik həyatın özünə çox şey səbəb olur. İstər internetdə gördüyümüz, sosial mediada gördüyümüz həyatlar, istər özümüzün içində böyüdüyümüz nümunələr, içində böyüdüyümüz həyat şərtləri bizim xarakterimizi müstəqil seçimlərimizdən daha çox öyrəndiyimiz seçimlər əsasında qurmağımıza səbəb yaradır, ona gətirib çıxardır. Oturub mən bəzən düşünəndə özüm haqqında da ki, görəsən mənim mənim 1000 neçə faizi mənim tərkibim həqiqətən də nə qədəri orijinal olaraq mənzərin fikirlərindən ibarətdir. Həqiqətən də kiminsə təsiri altında qalmadan, hansısa travmanın zəncirini ayağında gəzdirmədən mənzər qərar verir hansı anlarda. Və yaxud da bir baxıram görüm mənim həyatımda avtomatik davranışları təşkil edən nə qədərlik bir hissə var. Kimsə məni incidəndə, kimsə məni tərk eləyəndə, kimsə məni misal üçün tənqid eləyəndə mən özüm necə hiss edirəm? Mənim üçün həmin andakı reaksiyalar nədən ibarət olur? Mən o reaksiyaları həqiqətən özüm öyrənmişəm, yoxsa bir yerdənmi öyrənmişəm? Əzbərdirmi məndə o? Yəni, həyatımızın tərkibi əzbərlərdir, yoxsa həqiqətən də düşünüb, həzm eləyib, mən bu hissi yaşamaq istəyirəm, mən bu cür düşünmək istəyirəm deyib də qərarlaşdırdığımız hissələrdən ibarətdir. Başa düşürəm, səs-küy çox olur. Gözümüzü açandan həqiqətən də o qədər səs-küylü bir həyatın içində giriş edirik ki, gedirik, qaçırıq hazırlıqlara, qaçırıq dərsə, qaçırıq işə, gücə, gözümüzü açırıq, bizdən yemək gözləyən övladımız var. Bir də görürük ki, həyatın içinə qarışmışıq. Və çox vaxtı da o cür yaşamaq, bir günə başlayanda, ya da ki, günə başlayanda olmasa belə, ən azından günün içində bir 5 dəqiqə tapıb, o 5 dəqiqə ərzində mən həqiqətən necəyəm, mən bu günüm, bu ana qədər necə yaşadım, bu günümü necə hiss elədim, özümü necə hiss edirəm kimisindən təhlil belə etmədən birbaşa olaraq yaşamağa keçdiyimiz üçün həmin o yaşanılan hisslər, yaşayanda ağlımıza gələn düşüncələr çox vaxt bizim olmur. Əsəbləşəndə və yaxud da əsəbləşdiyimiz şeylərin özündə belə bir əzbərlikçilik var. Fikir vermişsiniz. Verməmişsinizsə, indidən artıq bir düşünün videoya baxa-baxa, bir öz həyatınızı gözdən keçirdin. Nəyə ən çox əsəbləşirsiniz? İnsanların sizə hansı davranışı qıcıqlandırır? Hansı davranışlardan sonra siz özünüzü tək hiss edirsiniz? Halbuki, ehtiyac yoxdur o hisslərə, amma siz onları hiss edirsiniz. Hansı hərəkətlər sizi həqiqətən də vadar edir ki, insanları incidəsiz, vadar edir ki, özünüzü bərbad hiss eləyəsiniz, dibin-dibi hallara salasınız. Və niyə bu baş verir? Yəni, sorğulamadan yaşamağın ən pis nəticəsi avtomatik yaşamaqdır. Mən demirəm ki, həyatımızda baş verən hər bir şeyi istisnasız sorğuluyum. Bu niyə oldu, o niyə oldu? Bəzən sorğulamaq da zərərlidir. Bu balansı qorumaq lazımdır. Qızıl ortanı tapın ki, bunda o qədər də sorğulamağa ehtiyac yoxdur. Oldu, bitdi. Bunu mən yaşamalıydım kimisindən. Amma öz xarakterinizin tərkibini bir sorğuluyun. Ən önəmli sorğulamalı olduğunuz şey birinci odur. Həyatda çox hadisələr baş verir. Həyatda tək bir rol modeldə olmuruq. Mən kiminsə qızıyam, mən kiminsə bacısıyam və yaxud da bir dəqiqə videonu dayanıb gəlirəm. Yəni mən kiminsə bacısıyam, mən sabah bir gün kiminsə anası olacağam, mən kiminsə övladıyam. Belə şeylər bizi daxili olaraq əsl istədiyimiz şeylərdən hər zaman davamlı olaraq yerinə görə, zamanına görə uzaq salır. Misal üçün, mən ürəyim istəmir də, misal üçün, burada olmaq. Mən bu dəqiqə evimdə uzanıb dincəlmək istəyirəm, amma mən
burada çalışdığıma görə mən öz əsl mənimi susturub super egomu işə salıram. Bizim 3 mənimiz var. İd, ego, super egomuz. İd odur ki, sənin cəmiyyətin nə dediyi və yaxud da sənin bu dəqiqəvin sənin nə tələb etdiyini vecbə almadan bu dəqiqə olsun modunda yaşayıb düşünməkdir. Mən bunu istəyirəm. Mən bu reallaşdıram. Mənim rəyim istəyəni bu dəqiqə reallaşdırın. Bu dəqiqə mənim qabağıma qoyun. Yəni uşaq istəyi, uşaq xarakterinin xüsusiyyətləri, uşaq dövrünə aid yaşamaq həyat stili deyək də buna. Super ego cəmiyyətin yaratdığı mükəmməl bir insan modelidir, hansı ki o sosial qaydalara əməl etməli olan bir insan modelidir. Ego isə bu ikisinin kəsişməsindədir və bu sizin ortaya çıxarıb tənzimlədiyiniz əsl məniniz, cəmiyyətin yaratdığı bir qayda qanunlar əsasında formalaşdırdığı bir mən, plus bu ikisinin ortası və siz bu ikisinin ortasında bəzən özünüzü unudursunuz. Bu əslində hamımıza aiddir. Hamımız özümüzü unuduruq. Birbaşa yaşamağa başladığımıza görə, birbaşa gözümüzü açan kimi ana, ata olduğumuza görə, mən olmadan ana, ata ya da nə bilim qardaş, bacı rolu bəzi insanların həyatında çox yuxarıda dayandığına görə birinci o ağlına gəlir, birinci onu düşünür. Onu yaşayır, özünü yaşamadan əvvəl onu yaşayır. Sonra bir də gözünü açır ki, gün bitdi. Və belə bir həyat yaşayırıq, həyatın rüblərini yaşayırıq. Yəni bütöv həyatı bəzən belə yaşamırıq, bəzən həqiqətən də fərqindəlik yaşadığımız anlarımız çox olur. Bu nəyə gətirib çıxardır? Avtomatik yaşamağa. Fərqində olmuruq da, yəni ki, mən nə edirəm? Mən nəyi niyə eləyirəm? Mən nəyə görə məsəl üçün buna qəzəblənirəm, buna qəzəblənmirəm? Mən nəyə görə buna ağlayıram da buna ağlamıram? Çünki bəzən biz o qədər böyük şeylərdə reaksiyasız qalıb, o qədər kiçik şeylərə böyük reaksiyalar göstəririk ki, bu normal deyil. Bizim elementlərimizi özündə əks etdirən nümunələrimiz olmasa, bizim bu xarakterimiz formalaşmaz. Yəni siz həyatda xarakterinizin mənbəyini öyrənməlisiniz. Sorğulamadan qəbul etdiyiniz o mənlik sizi xoşbəxt edirmi bugün? Mənim bugün olduğum mənim tərkibi nələrdən ibarətdir? Mənim həqiqətən də öz seçimlərimdən mi ibarətdir, yoxsa cəmiyyətin səs-küyündən mi ibarətdir? Həqiqətən mənim öz istəklərimdənmi, öz düşünüb, həzm edib, anlayıb, dərk edərək tətbiq etdiyim şeylərdən mi ibarətdir? Yoxsa qəbul olunmaq üçün ailəm tərəfindən, sevgilim, yoldaşım tərəfindən mənlə fəxr eləsinlər deyə, yəni o nailiyyətə çatmaq üçün yaratdığım bir məndən ibarətdir. Yəni siz kimsiz onu bir düşünün. Bugünkü siz kimdən ibarətdir? Kimlərdən ibarətdir? Niyə görə bunu dedim? Çünki həmin o yaratdığınız mən əslində siz deyilsiniz. Başqa insanların standartına uyğunlaşmaq istəyən bir sizsiz. O da xoşbəxtliyə gətirib çıxartmayacaq əvvəl-axır. Müvəqqəti xoşbəxt olacaqsınız. Başqaları sizə alqışlayacaq, başqaları sizə təqdir edəcək, halal olsun deyəcək. Nə gözəl ana, nə gözəl atasan, nə gözəl övladsan, nə gözəl, yəni nə gözəl işçisən, nə gözəl tələbəsən sən. Tərif bu gözəl hissdir. Dediyim kimi bayaq super ego bizə kömək göstərir onsuz ki, çünki cəmiyyət tərəfindən qəbul olunmaq və sosiallığın bir parçası olmaq biz insanların ehtiyaclarıdır. Yəni bu ehtiyacı qarşılanmasa insan sönə bilir. Ömrümüzün axırına qədər fərd olaraq var ola bilmərik biz. Ehtiyacımız var. İnsan ehtiyacı var və bu çox normal bir şeydir. Bu zəiflik deyil. Və siz bu qədər rolu ideal yerinə yetirmək istədikcə əsl rol olan özünüzü yaşamağı unudursunuz. Nə vaxt özünüzün səsini eşidəcəksiniz? Bir kitabda oxumuşdum. Deyir ki, əslində ən alt təbəqədə insan doğulanda insanın öz iç səsi olur. Sonra zamanla böyüdükcə o iç səsin üzərinə yavaş-yavaş məişət səsləri gəlir. Sonra yavaş-yavaş məktəbin qoyduğu bəzi tərbiyə, təlim qayda qanunları gəlir. Sonra onun üzərinə yavaş-yavaş daha böyük məsuliyyətlər gəlir, daha çox səslər gəlir, daha çox tələblər, cəmiyyətin səs-küyü gəlir və nəticədə bu ona səbəb verir ki, siz bir qərar verəndə, siz həyatınızı yaşamaq istəyəndə və yaxud da misal üçün bir xarici gedib təhsil almaq istəyəndə, burada çox sahənizdən fərqli bir işə müraciət etmək istəyəndə, bugün qırmızı paltar geymək istəyəndə,
İçinizdəki o səs deyəcək ki, qırmızı geyimə diqqət çəkəcəksən. Amma o səs sizin səsiniz deyil. Çünki əsl səsiniz qırmızı geyinən istəyən sizin səsi idi. Bugün filan pomadanı çəkmə, pis görünəcəksən. İnsanlar səni səhv başa düşəcək. Sən o ölkəyə getmə, yoxsa deyəcəklər ki, filan kəsin qızı, filan kəsin oğlu uca yolunu azdı. Sən, nə bilim, o sahəni oxuma, çünki o sahədə çörək yoxdur, o sahədə oxuyanlara hörmət eləmirlər. Kimə görə, nəyə görə? Siz bunları nə vaxt sorğulamısınız özlüyünüzdə ki, mən əslində bu videonun məqsədi odur ki, sorğulamaq baxın belə yerlərdə lazımdır. Avtomatikləşmə bu məqamlarda yaranır ki, siz artıq belə həyati qərarlarınızda başlayanda ki, aha, filan kəs bu cür elədi, vaxt mən ailəmdən, qohumdan, əqrabamdan belə görmüşəm, bizim nəsildə heç vaxtı, məsələn, xarica çıxan olmayıb, mən də çıxmayayım. Çünki yargılayacaqlar, tənqid edəcəklər. Всё. Bu avtomatik davranış nəticəsində sizin yaşadığınız həyat stili maksimum qohum əqrabanızda, nəslinizdə gördüyünüz həyat stili olacaq. Amma siz bunu istəyirsiniz, yəni sizin istədiyiniz budurmu? Məsələ budur. Sizin istədiyiniz həqiqətən də əzbərə bir həyat yaşamaqdırmı? Yoxsa öz imzanızı altına çəkə biləcəyiniz, ürəklə deyə biləcəyiniz mənim hekayəm budur, hekayəmin qələmini mən tutmuşam, mən yazıram. Bunu mu demək istəyirsiniz? Nəyi demək istəyirsiniz? Nəyə görə yaşayırsınız? Bu cümləm ümid edirəm ki, çox insana çatar. Həqiqətən niyə yaşayırsınız? Bir insanın əgər məqsədi yaşayarkən onu bunu sancmaqdırsa, onun bunun həyatını məhv eləmək, incitməkdirsə və yaxud da yaşayarkən öz səs-küyünü, öz səsini, istəklərini eşitmədən başqalarına xitab eləməkdirsə, başqalarını xoşbəxt etməkdirsə, qane etməkdirsə, niyə yaşayırsınız? Çünki o zaman əgər biz davamlı başqalarını yaşayacaqsa və yaxud öz həyatımızı unudub başqalarının həyatını onların burnundan gətirmək üçün yaşayırıqsa, var olma səbəbimiz nədir? O zaman bizi yaradan niyə ayrı bədəndə, ayrı ruhda, ayrı görünüşdə, ayrı beyində yaradıb ki? Əgər bir insan yaradandan sonra onun beyni, onun ruhu çox ciddi dərəcədə sosiallığın bir parçası olursa, ehtiyacdan daha çox, yəni bayaq dediyim ehtiyac öz yerində, amma sizin əgər özünüz hədsiz dərəcədə, ifrat dərəcədə bir kütlənin parçasına çevrilmişsinizsə və bununla özünüzü rahat hiss edirsiniz, siz mən olaraq heç vaxt var ola bilməyəcəksiniz. Çünki mən olaraq var olmağın ən birinci sübutu, mən olaraq var olmağınızın ən birinci sübutu, dəlili, niyə mən olaraq var olmalısınız? Ayrı bədən, ayrı ruh, ayrı mən, ayrı kimlik, ayrı barmaq izi, barmaq izinizin heç bir tay bərabər dünyada yoxdur. Ondan yaradan elə üçlü, beşli, onlu yaradardı da insanları, qrup formasına yaradardı. O formada yaradardı, o insanlar da elə bilərdilər ki, hansı həyat stilini yaşayacaqlar. Yəni, məsələyə geniş aspektdən baxmalısınız. Hansı yaşda olursunuz olun, bunu dərk eləyən anda siz əslində çox ciddi dərəcədə irəliləyiş əldə edəcəksiniz. Mən elə insanlar tanıyıram ki, 50 yaşına çatıb az qala, 50, 60, hətta çox qoca, 90 yaş misal üçün. Bu insanın beynindəki sərhədlər məhv olmayıb elədir. Yəni, deyir, bu misalı isə başqa videoda da çəkmişdim. Deyir ki, dənizə getmək istəməyi bir kənara qoyun. Elə insanlar var ki, dənizi xəyal belə etmir. Dənizə getmək istəmək, hələ o qalsın bir kənarada yəni. Ya da xaricə çıxmaq. Bəzi insanlar o qədər özlərini dar bir qəlbə salıblar ki, xaricə çıxmaq istəməyi belə özlərinə layiq bilmədikləri üçün və bunu o qədər sərhəd içərisində yaşadıkları üçün xəyalını qurmurlar ki, mənim yaşadığım ölkədən başqa dünyada ölkələr və yerlər var. Mən heç onlar mənim niyə marağımı çəkmir? Nəyə görə mən heç düşünmürəm belə ki, kənara çıxım, gedim gözüm başqa yerlər görsün, başqa mədəniyyətlər görsün. Bunu düşünməmək beynin xəstələnməyi deməkdir. Bu bir nümunə idi. Bunu istənilən bir məsələyə aid edə bilərsiniz. Əgər mən davamlı olaraq pis insan olmaq barəsində düşünürəmsə, incitmək barəsində düşünürəmsə, davamlı olaraq necə qəlb qıra bilərəm, insanların ürəyini sıxa bilərəm, onlar xoşbəxt olanda onların gülüşünü üzündə qoya bilərəm deyə düşünürəmsə, əgər heç bir şeyin yaxşı versiyasını düşünmürəmsə və çabalamıramsa, mən xəstəyəm onda. Bu təhqir kimi deyil, ruhumuz xəstədir onda. Çünki bu, yəni, virus kimidir də, düşüb cana və buraxmır. Beynin içi virus doludur və
pisdən başqa heç bir şey düşünmür. Ya da ki, bunun tam əksi də aiddir. Ha, elə bilməyin ancaq pis şeylər, neqativ şeylər aiddir. Davamlı olaraq deyirəm, polyannaçılıq daha doğrusu oynayan insanlar var ki, hər şey müsbətdən baxır, hər şey ideal tərəfdən baxır. Yox, mənim incitmək istəməmişdilər. Xeyr, bunun özü belə bir problemdir. Hər şey ifratlı ucuda yaşamaq, davamlı olaraq bir aspektdən baxmaq, avtomatikləşməyin göstəricilərindən biridir. Nəyə əsasən? Səni incidən bir insanı sən nəyə görə dəfələrlə bağışlamağı özünə layiq görürsən? Bəlkə onu bağışlamayasan? Və yaxud da daha yaxşı həyat yaşaya bilərsən, özünə layiq gördüyün amma daha başqa cür bir həyatda. Desən, aşağı düşüb getdiyəcəm. Yəni, bunlardır sizcə sadəcə. Tərpəndin də. Həyat yəni uclardan ibarət olacaq qədər çox kiçik bir anlayış deyil ki, ona görə mən bəzən özüm də bu səhvi buraxıram, kiçik, böyük fərqi yoxdur. Bəzən deyirəm ki, bir dəqiqə mənzər, sən burada bu reaksiyanı niyə görə verdin ki? Axı sən mənzər olaraq bu reaksiyanı göstərəcək bir qız deyilsən. Sən bunun yerinə başqa bir davranış etmək istəyirsən, amma beyin o qədər öyrəşib ki, bu reaksiyaları görüb, elə bilir ki, əzbərləyib də 2 vur 2, 4-dür. Nə olsun ki, mənim həyatımda 2 vur 2 olmur, 2 plus 2 olur, onun cavabını 4-ə çıxardıram. Yəni, harada nə görürəmsə, daha doğrusu əvvəl harada nə görmüşəmsə, birə-bir eyni situasiya olmasa da, bənzər situasiyada eyni nəticəyə gəlib çıxıram, çünki mənim əzbərim odur. Mənim əzbərim o qədər olduğuna görə, həyatda mən geniş düşüncəli ola bilmərəm. Çünki mənim beynimin öyrəndiyi sərhəd ora qədərdir. Ondan artıq deyil. Avtomatik yaşamağın zərəri çoxdur, çünki səni çox şeydən məhrum eləyir, yaşamaqdan məhrum eləyir, özündən məhrum eləyir, xoşbəxt olmaqdan məhrum eləyir. Həqiqətən də davamlı olaraq ya birilərini günahlandıran bir insana çevrilirsən, ya da bir qurban modelinə çevrilirsən də yəni. Əzən bir insan modelinə çevrilirsən, incidən, əzən, qurban modelində olan. Bu həyat deyil. İcazə verin hər birisi yaşayasınız, icazə verin bir qərar verəndə onun məsuliyyət hissini yaşayasınız. Özünüzə məsuliyyətli olmaq hissini yaşadın. Deyin ki, bu sahəni mən seçdim, bu ölkəyə getmə qərarını mən verdim, bu insanla evlənmə qərarını mən verdim, ana ata olmaq qərarını mən verdim, mən istəyirəm, mən yaşamaq istəyirəm, bu qədər. Qərar verəndə min cür mənbəyə müraciət edir ki, qərarına təsdiqini tapsın. Qərar verəndə min dənə oturur, yəni günlərlə onun üstünə düşünür ki, görəsən mən düz eləyirəm, səhv eləyirəm, filan kəsə müraciət edir, filan adama yazır, filan dostuna yazır, filan ailə üzvünə yazır ki, mən bu qərarı vermək istəyirəm, nə deyirsən? O qərarda sənə dəstək olacaqlar, amma sonra sən o qərarı yaşayanda, yəqin ki, günahkar axtarırsan, barmaq uzadacağın bir insan axtarırsan ki, sən bu qədər araşdırmalar aparsan ki, çünki cəsarət tapmalısan ki, sən əslində özündə, mən bunu seçirəmsə, bunun məsuliyyəti mənlikdir, mənlik olmalıdır. Bu böyümək deməkdir. Avtomatik yaşayan insanlara baxanda müşahidə edədiyim bir şey var, uşaqcasına olurlar. Çünki avtomatikləşmənin özü məsuliyyəti bir başqa yerə atmağa bərabərdir və bu da yavaş-yavaş qapanmaq, daha məhdud hərəkət, düşüncə, daha məhdud dünya görüşü, o adamın kitabı bağlanır. Həyatını düzəməli yaşaya bilmir, hiss eləyə bilmir. Cəsarət hissinin cısı belə həyatında ola bilmir. Ümid edirəm ki, həqiqətən də gözəl, həqiqətən də qərarlarınızdan həm peşman olub, həm peşman olmayacağınız həyat yaşarsınız. Biz siz nəyə görə? Çünki həyatı yaşamağın özündə ziddiyyətlər var. Yaxşı yaşırsınızsa, məsuliyyət götürəndə nəticə yaxşı oldu, pis də ola bilər. Yəni, böyümək bu deməkdir. Deyirik, evlənsən də peşman olacaqsan, evlənməsən də peşman olacaqsan, ana olsan da peşman olacaqsan, olmasan da ya da ata, o yerə getsən də peşman olacaqsan, getməsən də peşman olacaqsan, peşman olacağın şeyi özün seç. Avtomatikləşmə insanı öldürür. Diri ola bilərsiniz, amma ölü olaraq gəzəcəksiniz və yaşayacaqsınız. Bu şəkildə çox ürəyimcə olan söhbət oldu, tam fikrimi çatdıra bildiyimi düşünürəm. Özünüzə yaxşı baxın, növbəti videoda görüşənə qədər.